Vaxtınız xeyir olsun. Zəngəzur TV-də ən son xəbərləri diqqətinizə çatdıracağıq. Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı formalaşdırılacaq. Bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan ədliyyə orqanlarında qulluq keçmə haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Bu barədə Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas bildirib. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameyni Amerika Birləşmiş Ştatları ilə hazırki danışıqların uğurlu olacağını gözləmir. Bu barədə o helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və digərlərinin xatirəsini anma mərasimində deyib. Sumqayıtda zavodda partlayış olub. İlkin məlumata görə hadisə nəticəsində xəsarət alanlar var. Xəsarət alanların 3 nəfər olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Bugün olan xəbərlərimiz bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.